Hörmətli xanım prezident, hörmətli qonaqlar, xanımlar və cənablar, xanım prezident, sizi bir daha səmiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Bu sizin Azərbaycana ikinci səfərinizdir. Mən çox şadam ki, siz COP29 konferansında da fəal iştirak eləmişsiniz və konferansın uğurla keçirilməsinə öz töhfənizi vermişsiniz. Noyabr ayında görüş əsnasında mən sizi Azərbaycana rəsmi səfərə dəvət etmişəm və şadam ki, mənim dəvətimi qəbul edib bugün rəsmi səfərdəsiniz. Biz iki tərəfli münasibətlərimizin inkişafı üçün fəal iş aparırıq. Şadam ki, ölkələrimiz arasında siyasi diyaloq dinamik xarakter alır. Bizim xanım prezidentlə İkinci görüşümüz qısa müddət ərzində onun əyani sübutudur. Siyasi əlaqələrimizin inkişafı üçün əlavə tədbirlər görülməlidir. Müvafiq dövlət qurumları təbii olaraq sıx təmasda olmalıdırlar. Eyni zamanda iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır. Əfsuslar olsun ki, bugünə qədər ticarət, iqtisadi sahəsində o qədər böyük nəticələr əldə edilməyib. Ancaq ümid edirəm ki, sizin rəsmi səfərinizdən sonra və nümayəndə heyətlərinin təmaslarından sonra bu boşluğu da biz dolduracağıq. Son ayların müsbət əlaməti də ondan ibarətdir ki, iki ölkə energetika sahəsində əməkdaşlığa başlamışdır. Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılmışdır və keçən ilin sonlarında bu baş verdi və bu il artıq müntəzəm olaraq Azərbaycan sizin bazarınızı təbii qazla təmin edəcəkdir. Gələcəkdə lazım olan həcmdə qaz təchizatını biz artıra bilərik. Çünki biz bugün yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparırıq. Bildirməliyəm ki, hal-hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir. 12 ölkədən 10 ölkə Avropa ölkəsidir. Və keçən il Azərbaycan xarici bazarlar 25 milyar kubmetr qaz təchiz etmişdir. Təbii ki, bizim istehsalımız bundan daha çoxdur, çünki yerli tələbatı da biz ödəyirik. Ancaq əhatə dairəsi qaz təchizatımızın coğrafiyasının genişləndirilməsi də gündəlikdə duran məsələdir. Avropa Azərbaycan qazına ehtiyac duyur. Təxminən 3 il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq bəyannaməsi bunun əyani təzahürüdür. Bugün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir və Avropa tərəfdaşlarımızın xahişlərinə biz hər zaman böyük diqqətlə yanaşmışıq. Yəni, energetika sahəsində iki tərəfli formatda əməkdaşlıq bizim üçün çox önəmlidir və mən ümid edirəm ki, bu praktiki əməkdaşlıq digər sahələrdə də əməkdaşlığa gətirib çıxaracaq. Mən xatırlayıram ki, sizin keçən səfəriniz çərçivəsində siz Azərbaycanın mədəni həyatı ilə də tanış olmusunuz və bilirəm ki, sabahki proqramınızda da buna oxşar tədbirlər var. Biz bunu çox müsbət qarşılayırıq, bunu alqışlayırıq. Xalqlarımızın humanitar sahədə əməkdaşlığına da böyük ehtiyac var. Şadam ki, siz eyni zamanda Bakıda keçiriləcək 12-ci Qlobal Bakı forumunda iştirak edəcəksiniz. Nizami Gəncəvi Beynəlxalq Mərkəz tərəfindən
təşkil olunan bu forum dünya miqyasında layiqli yerini tuta bilibdir. Əlbəttə ki, sizin dəyərli fikirləriniz, tövsiyələriniz hamı üçün maraqlı olacaq. Siz bizim tələbələrimizlə də görüşəcəksiniz. Buna görə də sizə təşəkkürümü bildirirəm. Sizin siyasi və dövlət xadimi kimi çox böyük təcrübəniz var. Siz həm beynəlxalq təşkilatlarda, yüksək vəzifələrdə çalışmışsınız. Eyni zamanda ölkənizdə müxtəlif mərhələlərdən keçərək ən yüksək vəzifəyə layiq görülmüsünüz və ona görə sizin dəyərli fikirləriniz hamımız üçün çox maraqlı ola bilər. Bir daha xanım prezident sizi səmimiyyətlə salamlayıram. Xoş gəlmişsiniz. Əminəm ki, səfəriniz uğurlu olacaq.